Ay bunlara mən qurban olum. Hoş gəlmisiniz, gəlin. Mənim Erdoğanımla ilhamımdır bunlar. Əkiz balalarımdır. Yaqub papa ilə də görüşüm. Allah saxlasın, Allah saxlasın. Gəlin bura sizi görsün hamı. Mənim qardaş Can. balalarımdır. Gəlin. Allah saxlasın sizi. Ay Yaxın Zülka. gəlin. İnanırsınız bunlar. Kimdir bunlar? Bax de. De. İnanırsınız tam səmimi deyəcəm. Mənim həyatımda belə şey olmadı. Sevincləndir, bunu sevinirəm, ancaq sevinirəm. Deməli, bu balaca balalardan başlayayım, yoxsa sizdən başlayayım, bilmirəm. O qədər həyecanlandım ki, deməli, bu Nazimdir. Mənlə internatda bir yerdə böyüyən qardaşımdır. Yəni bilirsiniz, bir qardaşım var, Arif, genetik qardaşım, amma mənim internatda yüzlərlə, minlərlə elə qardaş bacılarım var. Buradan hamısını, bütün internat əhlini salamlayırıq. Bu bizim simvolumuzdur, biz belə salamlaşırıq həmişə. Deməli, mən 26 ildən sonra bu uşaqların hamısını elə ATV-nin vasitəsi ilə 40 yaşım tamam olanda Nainə xanım mənə sual verdi ki, 40 yaşını necə keçirtmək istəyərsən? Deyirlər ki, olmaz da keçirtmək. Dedim, mən keçirtmək istəmirəm, amma ad günü kimi, yəni yığıncaq o eləyərəmsə, məni tanıyırsa, itiriblərsə, hansı ki görmədiyim bacı qardaşlar, mən istəyirəm 40 yaşımı onlarla qeyd edeyim. Ölüm varsa da onlardan sonra olsun da. Bir də gördüm ki, studiyaya zənglər gəlmişdi. Doğrudan bacı qardaşlarımızı tapdıq. Hətta Mila anamızı da Allah rəhmət çox həkimlərə getdik. Oy, 20 il. Mən apardım. Bizim həkimin adını çəkmək olarmı yoxsa yox? Əlbəttə Öndər deyil. bəyin əllərindən öpürəm. Öndər bəy, sizin savadınızın Öndər qarşısında bəy. mən baş əyirəm. Çox sağ olun. Mən Nazimə dedim ki, Nazim, bir dəfə də mənlə get. Əlim yüngüldür, ruhum yüngüldür. Saf niyyətlə deyirəm ki, mən səni həkimə aparım ailənlə bir yerdə. Getdilər, inanırsınız, tez bir zamanda mənim Bu övladda bunların da dünyaya gəlməyi. Bəli, Baharın əli var bu işdə. Bunların dünyaya gəlməyi necə oldu? Düzdür, 9 ayın 9-unda da o xanım ki, o analıq dövrünü keçirdirdi. Mən o həyəcanı hər gün keçirdirdim və hər gün mənim yuxuda cürəbəcür, yəni övladlarla bağlı yuxular görürdüm. Çoxlu meyvələr görərdim. Deməli, müharibənin bitdiyi anlar idi. Bunlar dünyaya gəldilər. Dedi, bacı, adını sən qoyacaqsan, hələ dünyaya gəlməmişdilər. Dedim, yox, siz 20 il həsrət çəkmisiniz. Ürəyinizdə nə adlar varsa, qız oğlan fərq yoxdur, adlarını özünüz qoyarsınız. Dedilər ki, dedi ki, yox, adını sən qoyasan. Mən də düşündüm ki, biz zəfər çalmışıq. Bizim Ali Baş Komandanın adını olaraq, onu indi dedim, istəməzdim deyim, amma ürəyimdə varsa niyə də deməyim. Birinin adını İlham qoydum, birinin də adını Erdoğan qoydum. Familiya olaraq qoydum. Hər ikisinə də. Bir dənə ətiri gəl, bir dənə ətir vurubları, ətirlərin qoxusu. Və mənim bu balam da Onun hekayəsini danış, xahiş edirəm. Mən bilirəm çünki. Bu da mənim Ruslan qardaşımın balasıdır. Bunun başına dolanım. Çox ağıllı baladır. Bugünkü gün İncəsənət Universitetində, yox, bitirdin ucu. Magistr oxuyur. Maşallah. Deməli, söz ustasıdır, söz. Amma rejissorluğu oxuyub. İndi də magistrada oxuyur. Bu da bizim Ruslan, bizlə böyüyən Ruslan qardaşımın övladıdır. Düzdür, mən onlara belə deyək, nələrsə etməmişəm. Amma biz bir-birimizin yanında olmağımız elə ən böyük arxadayaqdır və biz bir çox analı, atalı, mən hamısını deyə bilmərəm.
sadəcə var da aralarında olur ki, analatalı böyüyən uşaqlarda mən o tərbiyəni görmürəm. Mən arzulayıram ki, hamının balası yəni o tərbiyəli olmayan uşaqlar hamısı bu uşaqlar kimi mənim bacı qardaşlarımın övladları kimi ağıllı olsunlar. Maşallah Bu Allahın bizə verdiyi sınağın nəticəsidir. Biz o sınaqlara güc gələ bilmişik. Salamlayırsan qonaqları da həm qonaqlarımızı həm də ki. Və bir dənə hekayəniz var sizin. Kimin əlində xətkeş? Hə, deməli. De onu da de. Bilirsən sən danışdı, sən maraqlı danış. Mən tam bilmirəm də, tam bilmirəm. Deməli, mən 5-6 yaşım var idi. Deyirdim, mən müğənni olacağam. Bütün bacı qardaşlara, Nazim də mənə qoymurdu. Uşağından vermiş ki, müğənni olacaq. Nazim də qoymurdu müğənni olmağa. Qızlarımız da, başqa digər bacı qardaşlar deyirdilər, oxuyan olmadı. Balaca idim, elə qapazaltı deyə oxumaq olmaz. Amma Ruslan həmişə deyirdi ki, mən sənin arxandayam. İnşallah sən böyüyəcəksən, müğənni olacaqsan. Səni hamımız alqışlayacaq, mən sənin arxandayam. Sənin konsertinə də bileti alıb mən özüm gələcəm. Yəni onları yaşamışıq. Hətta mənim solo konsertimdə opera və balet teatrında təşkil olunmuşdu. Menecerin Vəfa xanımın təbii ki təşəbbüsü ilə olmuşdu. Opera və balet teatrında canlı konsert etmişdik. Orada Mila anam da bizi böyüdən anamız orada gəldi, iştirak elədi. Bir hədiyyə də vermişdi. Hədiyyə hələ də saxlayıram. Ruhu şad olsun. Yəni qürur duyurlar. Məni o qədər sevindirdiniz. Deməli neçə vaxtdır mən bilirsiniz əməliyyat oldum. Bir ara zamanım olmadı. Heç anamgilə getməyə zamanım yox idi. Bu uşaqlar telefonda Bahar bibi, Bahar bibi öz bibilərinin adını çəkmirlər. Bunlar elə danışanda bibi gəl bizə, bibi gəl bizə. Siz amma gəldiniz bibinin yanına. Güya ayın sonu gedəcəydim amma mən gəldim. Bibini öpürsünüz, öp görüm. Öpün. Mən çox rica edirəm, çox qısa da olsa. Bax, Baharla bugünkü gündə qürur duyursunuzmu? Əvvəla hamını salamlayıram, qonaqlarımızı, bizə baxan insanları. Bahar xanımla təkcə mən yox, bütün respublikamız, respublikadan kənarda da hamı fəxrlə danışır, qürur duyur. Biz də həmçinin bayaq qeyd elədi ki, mən onlar üstündə heç nə eləməmişəm, amma çox şey eləyib. Bir dəfə də verilişə onun sayəsində çıxdım, sənət dostlarımla iştirak elədim orada. Yəni Bahar xanıma görə olmuşdu da. Yəni sağ olsun. Yolun açıq olsun. Həmişə yolun açıq olsun. Sənin ağlınla, istedadınla yolun həmişə açıq olacaq. Yenə var kimsə. Efirdə görüb gəlib. Bax, bu qonağımız səni efirdə görüb gəl. Deyən görə tanımadım. Özünüzü təqdim edin əvvəlcə. Özünüzü təqdim edin. Əvvəla salamlayıram hər kəsi. Taza mənim, xoş gördük, necəsiniz? Allah sizləri var eləsin. Zümrüd xanım, Allah təşəkkür edirəm sizə gəldiyiniz üçün. Bəli. Mən Bahar xanımın bir növ desək yox, ümumiyyətlə fanatıyam. Fanatıdır. Ona görə ki, mən özüm musiqisi olaraq fanatıyam. Yəni, göz musiqiçi kimi fanatıyam. Niyə belə ara? Gəlin biz də bu mənzərəyə qatılarıq. Həqiqətən də sizin sənətinizin qarşısında baş əyirəm. Allah sizin hər birinizi var eləsin. Yəni bu hekayələr danış bitməz. Sadəcə olaraq bu sevgini nümayiş etdirməkdə də məqsədimiz odur ki, deyir, kimin yoluna cığır açmısınızsa, o insanlar sizin arxanızdadılar. O insanlar sizi sevirlər. O insanların duaları sayəsində, bax elə bu iki uşağın duası, onları dünyaya gətirən ananın duası sizə bir ömür boyu bəsdir. İndi isə elə hamılıqla oxuyacaq Tacir müəllim. Biz də bugün burada Bahar xalamızla bağışlayın, Bahar bacı ilə birlikdə əylənirik.